bütövlükdə deputatlar daha çox vətəndaşla təması olan bir mövqeyə sahib olduğuna görə, onlardan daha çox insanlar umurlar, dərdlərini deyirlər, hansısa problemin həllini onlara isnad edərək çözməyə çalışırlar. Bu da normal bir qəbul olunan məsələdir. İndi burada kiminsə performansı yüksək olar, kimsə daha çox əhali ilə işləyər, kimsə daha az işləyər, daha deyək ki, məsələlərdə fərqli platformada böyük işlər görür. Məsələn, orada da kateqoriyalara bölünən əslində keyfiyyətcə demək fəaliyyət növləri var. Tutaq ki, kimsə lokal auditoriyada hansısa bir fəallıq göstərir, hansısa bir mövzularda, gündəlik, cari məsələlərdə öz mövqeyini ifadə edir. Amma elə millət vəkilləri var ki, onlar beynəlxalq platformada daha böyük işlər görürlər. Yəni, bu təkcə bir platforma üzrə millət vəkillərini qiymətləndirmək doğru deyil. Bir neçə platforma üzrə qiymətləndirmək lazımdır və o baxımdan da məncə deputatların da bu fəaliyyətlərini daha çox işıqlandırması lazımdır ki, sanki bəzi deputatlar görünmürlər. Amma əslində onların gördüyü işlər kifayət qədər böyükdür və məsələn, siz indi bir Milli Məclisin hələ bir nümayəndə heyətləri, ayrı-ayrı Aşpada, Avropa demək, təhlükəsizlik demək qurumunda, deyək ki, Asiya parlamentlər arası birlikdə, qoşulmama hərəkatı birində böyük bir, geniş bir platformada iş görürlər. Amma məsələn, Milli Məclisin sədri Sahibə xanım Qafarova ayda bir 6-7 ən azı beynəlxalq tədbirdə gedir, iştirak edir, çıxış edir. Və özdə həm də ingilis səsi, yüksək səviyyədə ingilis səsi olduğuna görə, rus səsi olduğuna görə, yəni bu Azərbaycan problemlərini də o platformada kifayət qədər aydın şəkildə çatdıra bilir. İndi siz təsəvvür edin ki, bu performansı göstərmək elə də asan məsələ deyil. Yəni, bu bütün auditoriyalarda, fərqli auditoriyalarda bu missiyanı daşımaq elə asan deyil. Ona görə də sadəcə cari məsələlər üzərindən millət vəkillərini qiymətləndirmək məncə biraz tam obyektiv nəticəyə varmaq demək olmaz.